ardıcıllığa aid belə bir maraqlı suala baxaq. X1-i bizə 11 verib və bizə deyir ki, x-in ardıcılığı bu şəkildə düstur verilibdir. Deyir ki, x 36-nın 37-yə bölünməsinin alınan qalıq neçədir? İndi gəlin biz ilk öncə bunu sadələşdirməyə çalışaq. Bizə verilib ki, deməli, biraz qalınlaşdıraq. Aha. Xn plus 1 bərabərdir. Üzərinə gəlsin n bərabərdir. N plus 1 vurulsun xn ardıcılığı verilib. Biz buradan yazırıq ki, deməli, xn plus 1 bərabərdir. N plus 1 vurulsun xn çıxılsın n plus 1. Çıxılsın daha doğrusu neçə n. Bunu biz belə yaza bilərik. İndi ondan sonra burada biz nə araq? Xn plus 1 deməli bərabərdir. Bu bərabərliyi aldıq. İndi mən burada n plus 1-i ortaq çıxarım deyə hər tərəfdən 1 çıxaram. Bunu mötərizə alaram və n plus 1 alınır. İndi burada hər tərəfdən 1 çıxıramsa xn plus 1-dən çıxaram 1-i bərabər olar. N plus 1 vurulsun xn çıxılsın. Mötərizədə n plus 1. Xn plus 1-dən çıxanda 1-i bərabərdir. N plus 1 ortaq çıxaraq vurulsun. Xn çıxılsın 1 kimi yaza bilərik. 1-i də gəlin belə yazaq. 1-i də sol tərəfə ataq. Bərabərdir. N plus 1 vurulsun. Xn çıxaq 1 plus 1 şəklində yaza bilərəm. Aha. İndi gəlin burada n-ə qiymətlər verib. Bəzi bir ardıcıllıqları, yəni bəzi bir ardıcıllığı görə bilək. Gəlin birinci n-in yerinə 2 qoyaq, yoxsa 1 qoyaq gəlindən başda. Bu zaman x2 bərabərdir. 2 vurulsun. x1 çıxılsın 1, üzərinə gəlinsin 1 ifadəsini almış olarıq. Ondan sonra gəlin indi x-in yerinə, n-in yerinə 2 qoyaq, x3 hesablayaq. x3 bərabər olar. 3 vurulsun x2 çıxılsın 1, üzərinə gəlinsin 1. İndi biz x2-ni tapdıq bu qiymətini. Gəlin bu qiymətini gətirək burada yerinə qoyaq. Nə alarıq o zaman? x3 bərabərdir. 3 vurulsun, 2 vurulsun. X çıxaq 1 çıxaq 1, üzərinə gəlinsin 1. Çıxılsın 1, üzərinə gəlinsin 1. Burada birlər islah gedər. Və qalar x3 bərabərdir. 2 vurulsun 3. x1 çıxaq 1. Üzərinə gəlinsin 1. Belə bir ardıcılıq alarıq. Gəlin n-in yerinə 3 qoyaq. Daha da dəqiqləşdirək. x4 bərabərdir. 4 vurulsun. x3 çıxılsın 1. Üzərinə gəlinsin 1. Belə bir ardıcılıq da alarıq. Gəlin x3-ün qiymətini burada yerinə qoyaq. 2 vurulsun 3. Vurulsun x1 çıxaq 1. Üzərinə gəlinsin 1, çıxılsın. Deməli, burada ayrıca çıxılsın 1, üzərinə gəlinsin 1. Dəqiqə. Belə bir ardıcılıq alırıq. Bunu da sadələşdirsək, burada yenə birlər islah olunur. 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, x1 çıxaq 1, üzərinə gəlinsin 1. Burada nə görürəm? Baxın, burada faktoriallar var. 1 sayılmır da bildiyiniz kimi. Burada baxın 2 vurulsun 3'dür. Burada 2 vurulsun 3 vurulsun 4'dür. Gördüyümüz kimi burada faktoriallar əmələ gəlir. Yəni n faktorial alınır. Deməli, düstur necə idi bizdə əvvəlcə? Xn plus 1 bərabərdir. N plus 1 vurulsun. Xn çıxaq 1 plus 1 şəklində idi. İndi mən bunu yenidən yazsam, xn plus 1 bərabərdir. Nə formaya saldıq? N faktorial vurulsun, x1 çıxılsın 1, üzərinə gəlinsin 1. Və bizə x1-i vermişdi 11. Bunu da gələk burada yazaq, istifadə edərik. x1 11 idi. İndi bizdən deməli 36, x36 lazımdır ki, 37-yə bölünməsinin alınan qalığı tapaq. Deməli, x36 nə olacaq? 36 faktorial vurulsun. Bunun gəlin yerinə qoyaq. Vurulsun 10. Üzərinə gəlinsin 1. İndi biz bunu araşdırmalıyıq. Mod 37-də. Düzdürmü? İndi mən burada Wilson teoremini yazım. Wilson teoremi. Buradan qeyd edim. Wilson teoremi. P çıxaq 1 faktorial bərabərdir. -1 mod P-də.
Burada P daxildir sadə ədədlər çoxluğuna. İndi 37 görürük ki, sadədir. Deməli, biz belə yaza bilərik ki, 36 faktorial bərabərdir -1 mod 37-dən. İndi mən bunun yerinə, baxın, bu 36 faktorialın yerinə -1 yazıram. -1 ona vurduqda -10 üzərinə gəlsin 1 qalığımız eləyir və bu da -9-dur. 1, 2, -9 ilə 28 mod 37-də indi. Yəni bunu 28-də götürə bilərik. Doğru cavab 28. Çox maraqlı bir sual idi. Həm ardıcıllıq, həm də Wilson teoreminə toxunmuş olduq.